80-ci testdə yenidən eyni qayda ilə 1-2-də fikir versə i-dan düz asılıdır. Belə çıxır ki, i bərabərdir u bölü r düsturuna görə. Burada r konstant ki, i-dan düz asılı olur. Yəni də 1-2-də baxın elə doğru gəlir. Ola bilər cavab. Burada xeyr. 1-2 elə doğru gəlir. Ola bilər cavab. 1-2 elə doğru gəlir. Ola bilər cavab. 1-2 i-yə doğru gedir. Ola bilməz. Digər hissədə yəni də 2-3-də i konstantdır. Baxırıq, 2-3-də i konstant olan fikir verin buradadır. i-yə doğru gəlir. Burada ortadan keçir. r-dən düz asılısı u konstantdır. 2-3-də i-dən tərsdir. Odur ki, cavab D variantı olur. Bəs bu oxlara nə zaman baxarıq, soruşa bilərsiniz. Bu iki variant bir-birinə bənzər olarsa, o zaman artıb azalmalara qiymət olaraq fikir verə bilərik. 81-ci testdə yenə də 1-2-də u konstantdır. Baxırıq ki, i bərabərdir u bölü r düsturunda. U konstant olanda i yerdən tərs olur. Tərs mütənasiblik qrafiki 1-2-də baxın, burada ödənir. Başqa dilə bir variantımız yoxdur. Artıq 2-3 hissəsinə baxma ehtiyac yoxdur. Amma istərsəniz 2-3-də r konstantdır. Həqiqətən də baxın, r konstantdır. C variantı. 82-ci testdə yenə də i bərabərdir u bölü r düsturundan istifadə edirik. 1-2-də i ondan düz asılıdırsa, belə çıxır ki, r konstantdır. Baxın, 1-2-də r konstant burada var. 1-2-də r konstant elə doğru gəlir, burada var. Başqa da yoxdur. 2-3-də u konstantdır. U konstant olanda i yerlə tərs olur. Odur ki, tərs mütənasib qrafik ödəməlidir. Baxın burada. B variantı. 83-cü testdə də yenə də i bərabərdir u bölü r-dən istifadə edirik. İlk öncə 1-2-də i konstantdır. i konstant olanda o yerlə düz asılı olur. Yəni buradan unu tapsaq, əgər i-miz konstantsa, i u yerdən düzdür. Baxırıq ki, 1-2-də u yerlə düzdür, ola bilər. Burada r konstantdır, burada u konstantdır, olmaz. Burada u konstantdır, olmaz. Burada i o yerlə fikir verin tərs olmaz. Bizdə düstura görə düzdür. Belə çıxır ki, yalnız A variantdır. 2-3-də fikir verin, i yerlə tərsdirsə u konstantdır. Həqiqətən də 2-3-də u-ya doğru gedir deyə konstantdır. 84-cü testdə yenə də i bərabərdir u bölü r düsturla işləyirik. Baxın, 1-2-də r konstantdır. Baxaq elə r-dən qrafik verib, bu ola bilər. 1-2 r konstantlı ola bilər, bu ola bilməz. U konstantlı 1-2-də r doğru gəlir deyə bu ola bilər. Bu ola bilməz, ortadan keçir. i konstantı göstürülür burada. Baxırıq ki, 2-3-də i konstantlı. Verilən variantlarda baxaq. 2-3-də i konstant olarsa o yerlə düz olmalı. Amma burada tərsdir. Baxın, bu variant ödənir. Burada da tərsdir 2-3-də. Yəni təkrarlayıram, 2-3-də i konstant olanda u bərabər i düsturuna görə r-lə düz asılı olur. Odur ki, B variantı. Növbəti test. Yenə də eyni qayda ilə i bərabərdir u bölü r düsturuna görə baxırıq. Hər ehtimal i yerdə yazaq. 1-2-də i və u varsa, belə çıxır ki, r konstantdır. Baxın, i ola düz asılıdır. Həmçində r konstantsa, baxın, bu ola bilər. Bu ola bilməz, ortadan keçir, elə doğru gəlmir. 1-2-də u konstantda ola bilməz. 1-2-də r konstantda ola bilər. 2-3-də r konstant verir. Bizə 1-2 lazımdır, r konstant olsun. Bu da ola bilməz. Yenidən baxırıq ki, 2-3-də i konstantdır. Baxaq görək burada 2-3-də, baxın, ortadan keçir. I konstant olanda o yerlə düz olur. Cavabımız budur. A variantı. Amma burada fikir verin, tərsdir. Yəni, o bərabərdir i yerdə, əgər i-miz konstantsa, o yerlə düz olmalıdır. Tərs yox. 86-cı sual. Burada da yenə də i bərabərdir u bölü r düsturuna görə 1-2 ortadan keçir, i ola düzdür, belə çıxır, r konstantdır. Baxın, 1-2 r-ə gəlir, olar, bu olmaz, bu olmaz. 1-2 r-ə gəlir, olar, 1-2 r-ə gəlir, olar. 2-3-də də i konstantdır, baxaq. Baxın, 2-3-də i konstantında o yerlə düz olur. Baxın, bu variantda düzgünlük var. Görürsünüz, i-dan düz asılı. Daha doğrusu 2-3-də i konstant olarsa o yerlə düz olmalıdır. O da D variantında ödənir. Burada. Amma burada u konstantdır. Doğru cavab deyil. 87. Naqildəki cəryan işlərinin zaman asılı qrafik verilmişdir. A və B nöqtələrinin uyğun olan zaman müddətlər ərzində naqilin kəsinə keçən yükü miqdarı istənilir. Öncəki testlərdə də qeyd eləmişdik. İT-nin altında qalan fiqurun sahəsini hesabladıqda bizdə yükün miqdarını göstərmiş olur. A nöqtəsi üçün düzbucaqda 2-ni 3-ə vururuqsa, QA-mız olur 6.
İndi kübə üçün hesablayaq. Kübədə də baxın 6 saniyə müddətində baş verir. Baxın bu hissəni götürürük. O da altını, yəni bu hissəsi bütöv düz bucağa baxırıq. Bu zaman enimizə 3, uzunluğu 6 desək, kübəyimiz də 18 olur. Və bunların nisbətini götürək. Kübəyinin QA-ya nisbəti 18-i 6-ya böləndə 3, kübəyimiz də 3 QA olacaq. D variantı. Növbəti sual. Yenə də müqavimət və xüsusi müqavimət. En kəsin sayısının asılıdır əlbəttə ki, müqavimət Royal böl S düsturuna görə burada 1 yazır. Ortaq tərəfləri həm temperaturdan, həm maddənin növünün asılı olmaqlarıdır hər ikisinin. Uzunluqdan asılı deyil, əlbəttə ki, ikinci maddənin növünün və temperaturdan asılıdır. Amma müqavimət uzunluqdan asılıdır. Naqilin materialın növünün asılı hər ikisi, çünki qeyd etdiyim kimi Roy özü də Erdə Rodun asılı deyə yenə də ortaq olurlar. Naqilin temperaturunun asılı ortaqdır. Bayaq da qeyd etdim. Maddənin növ və temperatur ortaqdır hər ikisi üçün. Gərginin keçən naqil uclarındakı gərginin ondan keçən cəryan şiddətinə, yəni onun yəni nisbəti müqavimətdir. Əlbəttə ki, bunu buraya yazırıq. 1, 5, 2 və 3, 4 variantı. Metal naqili 2 dəfə uzun olan digər eyni materialdan hazırlanmış naqili əvəz etdikdə düsturumuz Royal böl S-dir bildiyiniz kimi. Əgər əvvəlkini 2 dəfə uzunla əvəz edirsə, beləsə ki, uzunluğumuz 2 dəfə artmış olur. Müqavimət, uzunluq 2 dəfə artarsa, müqavimət 2 dəfə artar, bəli. Sonra müqavimət yanlışdır. Bunlar əlbəttə ki, xüsusi müqavimətdə bilirsiniz ki, dəyişməz, yəni 1,6. Çünki maddənin növ və temperaturdan asılıdır.